Əmircan kəndində çox gənclər var ki, ürəyi Əmircan kəndi ilə döyünür. Həqiqətən. Onlardan biri də mənəm ki, buranın tarixini həqiqətən o qədər çox sevirəm. Çox unikal yerdir. Şəxsən Əmircanlı olduğum üçün demirəm. Buradakı tarix, buradakı insanlar, buradakı ab-hava heç bir Bakı kəndlərində mən görə bilmirəm. Mən fotoqrafam, mən çox gəzirəm, Azərbaycanda çox gəzirəm və bir dostum var, Elçin Türkmən, onun sözüdür, Azərbaycanda deyir, Əmircan Florensiyadır. Həqiqətən bu belədir və mən deyərdim ki, Bakının mədəniyyət mərkəzidir. Çox insan, bu kiçik kənddən o qədər dahi insanlar çıxıb ki, yəni bəhrələnməmək mümkün deyil. Hər evdə 3 uşaq varsa, onun mütləq ki biri rəssamlıqla, şairliklə, ədəbiyyatla mütləq məşğuldurlar. Yəni bu genetikadan gələn bir, necə deyim sizə, artıq bizdə nəsildən qanla keçər. Havasından da, suyundan da bilmirəm, amma bu genetikadır.